Qazax rayonunun ən böyük kəndlərindən olan Çaylı kəndində uşaqlar bağçaya getmir. Səbəb isə kənddə ümumiyyətlə bağçanın olmamasıdır. Mövcud vəziyyətdən həm uşaqlar, həm də böyüklər əziyyət çəkir. Valideynlər deyir ki, azyaşlıların məktəbə qədər təhsildən geri qalması onları narahat edir. Qazax rayonunun iki ən böyük kəndindən biri olan rayonun Çaylı kəndi. 10 minə yaxın əhalisi olan bu kənddə 2 məktəb fəaliyyət göstərir, amma bir dənə də olsun bağça yoxdur. 10 minə yaxın əhalisi olan bu Çaylı kəndində 1950-ci illərdən 2 bağça olub. Lakin bugün həmin bağçalar tamamilə dağılıb. Sakinlər deyir ki, məcbur qalıb azyaşların təlim-tərbiyəsi ilə evdə məşğul olurlar. Bu isə işləyən valideynlərin işini çətinləşdirir. Kəndin bir 10 minə yaxın adam yaşayır. Ancaq bu boyda böyük bir kənddə bağça yoxdur. Elə bir kəndlər var ki, balaca bir kənd əhalisi, nə bilim, 1000, 2000 olan yaşayış evində bağça var. Ancaq bu böyük bir kənddə yoxdur. Uşaq bağçadan keçməyəndə orta məktəb 1-ci sinifə qəbulu çox çətin olur. Deyir bağçadan. Ona görə ki, bağçaya da aparmaq imkanı yoxdur xalqın. İş yeri yox, taksi yox. Hər taksiyə 50 manat pul lazımdır ki, hər gün iş yaparsın o uşağı. Rayon mərkəzinə aparsın. Ona görə də 80% getmir, bir 20% gedir. Mən o vaxtda probleminə görə işləyə də bilmirəm. Məsələn, uşağımı qoyub gedə bilmirəm. Uşaqlarımızın tərbiyəsi də pozulur, məktəbə gedir, heç nə bilmir. Uşaqsız idarə eləmək olmur. Uşaqlarımız körpədir. Qoyar, gedər işlər. Saxlaya bilmir. Hər bir işdə işləsə, heç ona dolanma da olar dərdin. Lazımdan böyük kənddir. Bağça olub Sovetin vaxtında, mənim Hilal mamın vaxtında, Ursun vaxtında. İndi ha vaxt bağçam var, neçə ildir. Meçidin yanında var idi bağça. Kimisə ələ ayağı tutan aparıb maşınla şəhərə qoyub gəlib, kimsə də heç evdə. Bu boyda böyük kəndin bir dənə bağçası yoxdur. Özümüz pis yaxşı evdə saxlayırıq da, olsa hamı uşaqlarını bağçaya qoyar. 20-30 ildir, Allah'ın olsun yoxdur burada bağça. Çox çətindir bənə. Məsələ ilə bağlı Qazax Tovuz Regional Təhsil İdarəsindən bildirildi ki, Çaylı kəndində yeni bağça binasının tikintisi ilə bağlı davamlı olaraq qiymətləndirmələr aparılır və aidiyyatı üzrə məsələ qaldırılır. Bağça tikintisinin vaxtı bilinməsə də tikinti planı var. Vasif Aqifoğlu, Diana Cəlali, Rəşad Əli İskəndərov, Spice xəbər, Qazax, Çaylı.